Neden idi? Yok şahit olun. Demek girdik, şumluk var. Müəllim şumluğun qalxanda yuxarı. Şeydə, Qarxanbəlli. Şumluqda o qırmızı çənin solunda, valda. Orada bayrağı çarptım, belə birləyəndə dedim, Dodum, bizim məni üzrüzləmə, üzrüzüm it tutdu, bizim manqarın iti tutdu məni. Dedim, ay, baxdım ki, qandan yoxdan bu şalvarın ki, orada cırdı. Əlim atdım, belə qan yox. Ha, bilmədim. Sonra gördüm, məscəyə qışqır ki, ay, məni vurdular. Vurdular, elə elədi, üzrüzüm çıxartdı qan. Dedim, BK vermə, sana ateş dəstək olum, çıx çölə. Sən qayıt dala arxaya. Bir də Allah məqamını uca eləsin, bütün cəmşəhətlərlə birlikdə İsmail'in Qubaxəlli kəndindən Səlimzadə Kənan vardı, bizim taburun həkimi idi. Qışqırdı ki, bax yox, gəlirəm, qorma, gəlirəm, sarıyam səni. Bir də orada belə meyillik var. Orada əskər qışqırdı ki, Gizir Səlimzadə. 6 saat yarım mən qaldım neytralda, sürünə da çıxdım. Rəhmətlik Elbrus vardı, 181-də tabur komandı, bəlkəm də düşmənimi tanıyam. O şəhid olan günü mən yaralanmışım. Mayor. Snaperlər boynunun dalından vurdular. Eyvazım oldu, çox. Ayın üçündə o onlar... Çünki bal yarılmışdı Alxanda, o Qarxanbəlliyə çatırdı. Biz Qarxanbəllidə demirəm, o həmən o... Oradan keçmə olmadı. Oktyabrın 5'iydi. Üçü günü bizim bölük komandirdi orada. Dördü dəfn oldu. Qayıtdım, çıxdıq, sonra bizi elə biləcək ki, hərbi addan çıxardırdılar. Qlavni yola çıxanda o skoru adları aparırdı, o bəhkədən sprinterdə. Mülkülər bizi tüzülür, cəmaata mülkülər bizi mindirirdi, hərbçilər yox idi. Onlar mindirirdi. Gəldi həkim belə şalvarı belə kəsməsən deyim, mahal vurma. Deyirlər, niyə deyim, əskəri yara mən hələ dözümüm var da dözürəm. Uzaq buradan ta, analar da bağışlayın başladı. Əli əlimdə bax belə komandı sözlənmə, elədik. Hələ də o şəhid oldu. 6 saat yarım qaldı orada, onu çıxardan olmadı. 6 saat yarımdan sonra mən ne... Çıxarda bilmədilər. Adam mümkün olmadı da. Kasetlə nətə vururdularsa, mümkün olmadı. Allah bir daha göstərməsin. Muhafızı Tağım Komandiri Tural Əhmanın anasıyam. Bugün biz Füzuli'nin birinci şəhidlərlə ziyarətdə olduq. Bunu da biz balamızın işinlə toplaşmışıq. Göyçanımızın yanında olmuşuq. Əşkini tura getirən düşüklərində yanında gələn keçəcəm. Uşağımıza təşəkkür edirik. Başta həmişə yanımızda olan hörmətli Adil Əliyev cənablarına təşəkkür edirik. Çünki onun yaratdığı həminki komandadır, neçə illərdir öz qüssəsini yürüdür. Şəhidlər bizim baş tacımızda, qürur yerimizdə, biz qəhrəman oğullar böyütdük. Ağlasaq da, amma qürurla, başımız, ilk də alnımız açıqdır. Oğullar gələnlər biz qürurlarıq. Elə oğullar ki, valideynin başına aşağı ayır, amma bizim oğullarımız bizi ən uca yerdə, necə gözləri ən uca məqamdadır, biz də bax elə anaların uca elədilər. Allah dövlətimizi qorusun, xalqımızı qorusun, bir daha müharibə yaşatmasın. Səngərdə olan hərbiçilərimizi, əskərlərimizi qorusun, bir daha müharibə görməsin. Xalqımız, vacib sənə də Allah səbir, dözüm versin. Yəni, oğul itirmək ağır dərddir. Tək oğul itirmək, ələbə ki, ananın, atanın arxası getdi. Amma yenə də Allah səbir, dözüm versin. Təşəkkür ederim. Allah bayramımızı da